Azərbaycan Təhlükəsizlik orqanları 107 yaşında. Azərbaycan Təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci il dönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təhlükəsizliyinin təmin olunması məqsədi ilə 1919-cu il mart ayının 28-də kəşfiyyat və əks kəşfiyyat bölməsinin yaradılmasından götürür. Xalqımızın ümumi lideri Heydər Əliyev 1997-ci il 23 mart tarixli sərəncamına əsasən hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Manşetası bildirir ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin baş qərargahı üzərində kəşfiyyat və əks kəşfiyyat bölməsi yaradılıb və qurumun ilk rəhbəri Məmməd Bağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı olub. Sovet dövründə qurum əvvəlcə fövqəladə komissiya, sonra Dövlət Siyasi İdarəsi adlanıb bir müddət Daxili İşlər Xalq Komissarlığının tərkibində fəaliyyət göstərib, daha sonra Dövlət Təhlükəsizliyi Komitəsi təşkil olunub. 70 illik Sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən Dövlət Təhlükəsizliyi orqanının vəzifəsi əsasən mövcud quruluşu qorumaq, Sovet ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub. Təhlükəsizlik orqanlarının milliləşdirilməsi isə ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bəli, təhlükəsizliyimizin təminatçıları, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına da xüsusi təşəkkür edirik. Bugün bu şəkildə dövlətimizin təhlükəsizliyinin təmin olunması, hər bir vətəndaşın, fərdin təhlükəsizliyinin təmin olunması üçün də məhz onlara borcluyuq. Bilirsiniz ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları mütəmadi olaraq hansısa bir ölkəyə casusluq eləyənləri, belə deyək də, o qrupu zərərsizləşdirirlər, tapırlar və onun ardından hardasa bir terror törətmək istəyənlər olur. Dövlət daxilində, ölkəmiz daxilində, respublikamız daxilində çox təəssüf ki, onlar həm də bizdən olanlar olur, çox təəssüf ki, onların zərərsizləşdirilməsi, ümumiyyətlə onların da işi çox ağırdır və eyni zamanda da çox şərəflidir. Dövlət Təhlükəsizlik Xidmətinin bütün əməkdaşlarını təbrik edirik. Allah onların da canını sağ eləsin.